sihir və kəhənə və arafə. Demək, sihir, kahinlik və arafə qeyb elmini iddia eləməkdir. Bu mənada daşıyır. Bu işlərin hamısı şeytan əməlləridir. Haram olan şeytan əməlləridir. Əqidəni pozur və yaxud da ki, onu naqisləşdirir. Yəni, əqidəyə müxalif olan şeylərdir. Çünki bu əməllər, bu işlər yalnız şirklə baş verir. Yəni, sihirdir, kəhanədir, arafədir. Bunlar hamısı sihir. Məsələn, sihir nədir? Sihir ibarətun ammə xafiyə və latifə səbəbuhu. Səbəbi lətif olan və yaxud da ki, gizli olan bir ibarətdir. Yəni, bir şeydir, bir cümlədir. Niyə sihir adlanıbdır? Çünki gözlə dərk olunmayan gizli işlər hasil olur. Ona görə gözdən görünmür, dərk olunmur. Məsəl üçün, bura həmçinin əzaym və ruqa bu şeylər də daxildir. Və kələmun yətəkələmu bihi, yəni danışılan bəzi sözlər var, onlardan istifadə olunur. Və yaxud da ki, bəzi dərmanlar var, və yaxud da ki, tədxinət var. Tədxin, yəni bəzi siqeyi çəkmək mənasındadır burada. Bəzi tüstülər nəzadına, yəni istifadə edirlər bunu, beləncə. Onun həqiqəti var, sehirin həqiqəti var, yəni bizim də cadu deyirlər ona, yəni. Bəziləri qəlblərə təsir edir. Yəni, sihir qəlblərə təsir edir. Bəziləri bədənlərə təsir edir. Bədənləri xəstələndirir, qətil edir, kişini arvadından ayırır. Əuzubillah. Həmçinin bunun təsiri qədəri kəvni olaraq Allahın izni ilədir. Bu şeytan əməlidir. Yəni, biz bilirik ki, sihir var, onun təsiri də var, lakin əl-qadir olanın təqdiri ilədir. Allahın təqdiri ilədir. Sihirə çatmaqdan ötəri, yəni onu etməkdən ötəri, o cadunu eləməkdən ötəri, həmin kəslər, o əməli edən kəslər lazımdır ki, şirk etsinlər və yaxud da pis ruhlara yaxınlaşsınlar, onların sevdiyi şeylərlə. Yəni, burada pis ruhlar, yəni cinlərə yaxınlaşırlar, şeytanlara sevdikləri şeyləri təqdim edirlər. Onlar da onun qarşılığında həmin kəslərə xidmət edirlər. Və təvəssül ilə istiqdamihə bil işrəki bihə. Yəni, onları istifadə eləməkdən ötəri lazımdır ki, o şərik qoşsunlar onlara. Yəni, onları şərik qoşacaq əməllər eləsinlər. Bunun üçün də şəriət bunu şirklə yanaşı gətirmişdi. Sehiri şirklə yanaşı gətirmişdi. Peyğəmbər s.ə.v hədisində demişdi ki, İctənibu səb'əl mubiqat. 7 həlak edici şeydən çəkinin. Demişlər ki, nədir o 7 həlak edici şey? Demişdi ki, əl-işraku billahi və sihr. Allaha şərik qoşmaq və sihir. Bax, şirk, sonra sihir. Hamdülillah. Yəni, fəhuvə daxilun fi şirk min nəhiyyəteyn. Sihir iki tərəfdən şirkə daxildir. Birinci tərəfi şeytanları istifadə eləmək tərəfdəndir. Onlara bağlı olmaq, onların sevdiyi şeylərlə onlara yaxınlaşmaq. Liyaqumu bi xidməti səhir. Yəni, bunu etməlidirlər ki, həmin o şeytanlar sehirbazın, cadugarın xidmətində dursunlar. Onların sevdiyi şey edir və onlar da onun xidmətində dururlar. Sehir şeytanların örgətməsindəndir, yəni təlimindəndir. Yəni, sehiri şeytanlar örgədifdir. وَلَكِنَّ شَيَاطِينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ سِحْرًا. Əl-Bəqərə surəsində gəl əyə. Lakin deyir, şeytanlar kafir oldular, insanlara sehir örgətdilər. İnsanlara sehir örgətdilər. İkinci tərəfdən, demək, birinci tərəfdən şeytanlara nədir? Xidmət etmək, xidmətindən və onlara bağlı olmaq, onların sevdiyi şeyləri yaxınlaşdırmaq. İkinci tərəfdən qeyb elmini iddia eləmək. Və bu şeydə Allahın şərikli olmağını iddia eləmək. Qeyb elmi iddia elədirsə, qeybi Allahdan başqa heç kim bilmir. Biri iddia elədirsə qeyb elmini, sanki Allahın şəriki var.
Bununla bu küfürdür, bu azınlıktır. Allah Teala demişti ki: وَلَقَدْ عَلِمُوا لَمَنْ اشْتَرَاهُ مَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَقٍ. Artıq onlar bilmişdilər ki, kim o sehir öyrənərsə də, onu götürərsə də, onun ahirətdən heç bir payı yoxdur. Euzubillah, bildikləri halda Yahudilər onu öyrəniblər. Yəni onun ahirətdən payı yoxdur. Və zəkânə kəzəlikə fələşəkkənəhu kəfərə kufrun və şirkun yunaqidul aqidə. Bu belə olduqda şək yoxdur ki, bu küfürdür, şirkdir. Çünki insan onu götürəndə ahirətdən payı yoxdursa, ya küfr edibdir, ya da şirk edibdir. Əqidəsi, şirk də əqidəni pozur və vacibdir ki, və yəcibu qatli mütəati. Kim də onunla məşğulsa öldürülmək, qətl olunması vacibdir həmin kəsin. Necə ki, böyük sahabələrdən yəni bu əməli etmişdilər. Yəni ki, sehirbazlardan sehirbazları öldürmüşdür, cadugarları. İnsanların çoxu sehirdə və sehirbaz işində təsəhhəl, yəni ki, boş yanaşıblar məsələlərə insanların çoxu. Bəziləri deyirlər ki, bu fənlərdən bir fəndir, sanki bir fəndir, öyrənirsən idman fəni falan fən məsəl üçün də. Və bununla fəxr edirlər, bunu öyrənib fəxr edirlər. Euzubillah. Yəni görürsən ki, bu əməl edən insanlara caiz mükafatlar verirlər ki, görək kim falan şey edəcək, falan şeyin yerini biləcək, tapacaq. Bu yaxında televizorlarda da var idi. Onlara hətta mükafatlar belə verib həvəsləndirirlər. Onlar üçün görürsən ki, stadionlar bağlanılır, bunun kimi belə yerlər bağlanılır və bu yarışlar, sehir yarışları keçirilir. Euzubillah. Görürsən ki, minlərlə insanlar, həvəsləndirənlər, baleşiklər, hamısı oraya gəlirlər. Bu da dində olan bir cahillikdir insanların dinlərini bilməməsidir. Əqidə məsələsinə boş yanaşmalarıdır. Onların əqidəsindən oynayan kəslərə imkan verməkdir. İnsan dinini bilməyəndə kim də gəlir onların əqidəsindən oynayır. Necə ki, bu insanların çoxunun halıdır zamanımızda. Bu sehirdir. Bəs kəhənə və arrafə və ya arafə bunlar nədir? Bu ikisi də qeyb elmini iddia eləməkdir. Yəni qeyb işlərini bilməkdir. Kəl-ixbər bimə səyəqa fil-ard. Yəni, məsələn, xəbər verirlər ki, yerdə nə baş verəcəkdir. Nələr hasil olacaqdır. Və yaxud etmiş şeyin yerini göstərirlər. Ki, falan şey etifdir, falan şey falan yerdədir. Bu yaxında biri deyir ki, biri var, o şəmkirlidir, cadugardır, prosana baxacaq deyirlərdi. Onlar kimisə öldürülüb, onun yerini tapıb. İnsanlar, əqidələri yoxdur insanların. Gör, o insana bağlanıb, bu bildik, gedək onun yanında görək, başqa nə soruşa bilərik. Kimsə öldürülüb, basırılıb hardasa Rusiyada, onun yerini bilib, kanalizasiyada, falan kəs bilib, məşhurlaşdırıblar, reklam. İnsanların əqidəsi yoxdur deyə bu şeylərə meyl edirlər, can atırlar. Yəni bunlar bunu bilə-bilərlər, şeytanların istifadə edərək bunu bilə-bilirlər. Şeytanlar bir-birlərinin üzərinə qalxır, mələklərin danışıqlarına qulaq asırlar. Oradan bir kəlmə uğurluyur, göndərir onu yerdəki sehir cadugara, molluya, baxıcıya, falçıya. Nə deyirsən, dedə bizdə nə başa düşülür. İnsan hərə bir cürə başa düşür onu. Və o da onun üstünə 100 dənə yalan qoyur, danışır. Qalə Teala, həl unəbbiukum alə mən tənəzzəlu şeyatin. Deyilsə xəbər verirmi ki, şeytanlar kimlərə nazil olur? Tənəzzəlu alə kulli əffəkin əthim. Hər yalancı və günahkara nazil olur. Yəni onlar sehirlə, şirklə Allah'a şərik qoşurlar və asiliklər edirlər, yalancılardırlar. Onlara nazil olur. Yulqunəs səm'a və əksəruhum kəzibun. Şeytanlar bir-birlərinin üzərinə çıxırlar, mələklərin kəlamına qulaq asırlar və onların da çoxu yalancılardır. Yəni, dedikləri gətirirlər, ola bilsin sözü götürə bilərlər, eşidə bilərlər, ola bilsin eşitməyə bilərlər. Eşidəndə də gətirirlər, cadugara verirlər. Cadugar da 100 dənə yalan qoyur, onların çoxu da nədir? Əksəruhum yalancılardır. Yəni bir sözü ola bilsin həqiqət ola bilər. Oğurlanan haqq sözdən istifadə edib insanların əqidəsindən oynayarlar. Şeytanlar mələklərin kəlamlarını bir-birinin üzərinə çıxıb, mələklərin kəlamlarından bir kəlmə götürürlər və onu
kahinin qulağına atırlar. Kahin də o kəlmə ilə 100 dənə yalan qoyur, danışır. İnsanlar da bu haqq olan kəlmə səbəbi ilə, hansı ki şeytanlar onu göydən eşidiblər, mələklərin danışığından, buna görə o cadugarı neyinlər, təsdiqləyirlər. Düz dedi, filan şey düz demişdi. Allah subhanahu ta'ala tək qeyb elmini bilən tək Allah taladır. Kim iddia eləsə bu şeydə, qeyb elmində Allah'a şərikliyini iddia eləsə, o kehanə etmiş olur və bundan başqa olan kim də onu təsdiqləyərsə də bunu iddia edəni artıq Allah'a xas olan şeylərdə Allah'a şərik qoşmuş olur. Qeyb elmi Allah'a xas olan şeydir. Yalnız rəsullardan bəzilərinə istədiyinə Allah təala bildiribdir bəzi şeyləri. Qalansa heç kim. Rəsul istər mələk rəsuldan olsun, istər bəşər rəsuldan olsun. Lakin həmin bu kəhanə bu şirkdən boş deyil. Lazımdır ki, o əməlin qarşılığında şirk etsin ki, şeytanların sevdiyi şeyləri ilə onlara yaxınlaşsın ki, şeytanlar da onlara xidmət göstərsinlər. Görürsən ki, rububiyyətdə şirk edirlər. Məsələn, rububiyyətdə şirk Allahın elmində şərikin olmasını iddia eləməkdir. Şərikliyin olmasını iddia eləməkdir. Uluhiyyətdə şirk edirlər. Allah'a xas olan şeyləri, ibadətləri neyinirlər? Allah'tan gerisinə yönəldirlər. Əbu Hureyra radiyallahu anhudan gələn hədisdə Nəbi sallallahu aleyhi ve sellem demişti ki, kim bir kahinin yanına gələrsə, baxıcının, falçının, nəvsə geçsin, hətta fal oxları olsa belə, açırsan, televizorda baxsan, gazetdə baxırsan, telefon fərq eləmir. İnsan gəlməsi bu mənada. Və onu təsdiqləyərsə, dediyi şey təsdiqləyərsə, demək gəldi, gəlməsi və dediyini də təsdiqləyir. Təsdiqləməsi artıq Muhammedə nazil olmuşa küfr etmiş olar. Yəni Qurana küfr etmiş olar. Əuzubillah. Hədisi Əbu Davud rəvayət eləmişdir. Və diqqət etirilməsi vacib olan bir şey vardı ki, sehirdə, sehirbazlar da, kahinlər də, arraflar da, bunlar insanların əqidəsi ilə oynayırlar. Onlar bəzi hallarda özlərini həkim kimi göstərirlər. İnsanlara özlərini həkim kimi göstərirlər. Və xəstəyə əmr edirlər ki, gedib Allah'tan gerisinə qurban kəssinlər. Əuzubillah. Görürsən ki, müəyyən formada bir qoyunu vəsf edirlər ki, get filan qoyunu götür, bu formada, bu vəsifdə olsun, onu belə-belə elə. Və yaxud da filan töyüğü götür, bu vəsifdə olsun, onu kəs gənə. Görürsən ki, şirki tilsimlər yazırlar, sanki bunu insan boyunlarından asanda və yaxud da evdə sandığa qoyanda və yaxud da evə qoyanda bunları qoruyacaqdır. Bəzi insanlar görürsən boyunlarından asırlar onu, maşından asırlar, evə qoyurlar, sandığa qoyurlar. Çünki bunu eləməklə bunlar qorunacaqlar. Əuzubillah. Bəziləri özlərini qeyb elminin xəbəri verən kimi qələmə verirlər ki, biz qeyb elminin xəbəri verənsi üzə çıxardırlar özlərini. İtmiş əşyaların yerlərini bildirirlər. Görürsən ki, cahillər onların yanına gəlib itirdikləri şeyin yerini soruşurlar. Onlar da o xəbər verirlər. Təbii ki, bu şeytanlar istifadə eləməklə olur. Onların bu əməli şeytanları istifadə eləməklə olur. Və bəziləri özlərini vəli kimi, Allahın vəlisi kimi qələmə verirlər ki, bunların əllərindən adətdən kənar olan şeylər baş verir. Sanki kəramət baş verir. Biri görsən ki, oda girir, o da onu yandırmır. Biri özünü silahla vurur, silah onu eşilənmir. Biri özünü maşın təkərinin altına qoyur, təsirlənmir. Əuzubillah. Bundan başqa olan belənci şəvazət, hansı ki bu sehirlə bağlı olan şeylər edirlər. Həqiqəti isə bu sehirdir, şeytan əməlidir. Bu kəslərin əlindən fitnə üçün baş verir. Və yaxud da ki, xəyalı bir şey. İnsana elə xəyal olunur ki, bu belədir, amma həqiqəti elə deyil. Elə də eləyə bilirlər. Amma həqiqəti yoxdur. Məsələn, görürsən ki, kəndirləri yerə atırlar, gözlər qarşısında. Necə ki, Fironun seyirbazları kəndirləri, ağaçları yerə atardılar. İnsanlar elə gələrdi ki, bunlar nədir? İlandır, hərəkət edir. Amma həqiqəti yoxdur. Rəvayət olunur ki, bir gün tabinlərdən birinin vaxtında bir yerdən keçəndə, Irak'da olur,
Görür ki, biri qılıncı götürüb birinin başını kəsir, qaytarır. İnsanlara elə gəlir ki, sanki başını kəsir, qaytarır da. Bu da qılıncı gətirir, onun başını vurur, kəsir, deyir, qaytar görmür. Bütün hallarda biz bilirik ki, yəni 3 növdür də. Var kimyəvi yollarla, neysə, hansısa maddənin maddəyə qatsın, dəyişiklik olur. Bir də var ki, göz bağlamaqla, bir də şeytanları istifadə eləməklə. Şeytanlarla, dinlərlə istifadə olunan bu küfürdür, insan dindən çıxır. O pislər isə küfür olmasa da onu edən kəslər öldürülür. Ona görə İmam Şafiyə deyirlər ki, sehirbaz öldürülürmü? Deyir, sehirbaz tutulduqda ona deyir ki, sehrini bizə vəsf elə. Sehrini bizə vəsf elə. Əgər dinlərlə bağlısıdır, mürtəd kimi öldürülür. Şeyxülislam İbn Teymiyyə Rəhməhullah bir gün həmin o Əhmədiyyələr var, sufilərlə bunlar, Rifa'iyyə. Bataihiyyətul Əhmədiyyə Rifa'iyyə. Bunlar sehirbazlardılar. Bunlarla münaqişədə deyir ki, Şeyxül Batahiyyə deyir ki, səsini qaldıraraq ki, Nəhnu lənə əhval kəzə-kəzə, bizim filan hallarımız var. Yəni ki, qeyri-adətdə belə. İddia edir, çünki adətdən kənar olan bir şey, məsəl üçün, od kimi və qeyrihə və ixtisasuhum bihə. Yəni, od bunlara xas olan şeydir. Yəni, od bunları yandırmır. Bunu iddia edirlər. Yəni, belə olduğuna görə də lazımdır ki, bu səbəbdən insanlar bütün halı təhsim eləsinlər bunlara. Yəni, biz belə isə də qeyri-adi, onda hamımız bizə tabi olmalısın. Şeyxülislam İbn Teymiyyə Rəhməhullah deyir ki, qultu və rafa'tu savti. Mən də səsimi qaldırıb qəzəbləndim və hər bir Əhmədiyyəni yerin məşriqində də, məğribində də müraciət edirəm onlara, onları çağırıram. Əyyü şeyin fəaluhu finnar. Onlar odda nə edirlərsə də mən də onu edirəm. Siz nə edirsinizsə də mən də onu edirəm. Od kimi yandırarsa da o məğlub sayılır. Od kimi yandırarsa da o məğlub sayılır. Allah bilsin ki, dedim ki, Allahın lənəti olsun onun üzərinə. Lakin, şərt qoyur, lakin bədənlərimizi sirkə və isti su ilə yuyacaq. O da girməmişdən qabaq. İsti su ilə, sirkə ilə yuyacaq. Və əmirlər mənə sual verdilər ki, fəsələn umara və nəsu an zəlikə, bu barədə sual, niyə də sual verəndə dedim ki, ləənnə ləhum hiyələn fil ittisali bin nar. Onların odla əlaqəli olan hilələri var. Yəsnəunəhə min əşyəə min duhnul lafadi və qışrin nərciz və həcərü talq və fəccənnəs bizərik. Demək, nə qarırlar? Qurbağa yağından istifadə edirlər, nərciz qabığından istifadə edirlər, bir də talq daşı vardı, o rütubətli zadı özünə çəkir o. Yəni, onu götürürlər, o da yağlı olur, rütubətli olur. Ondan da istifadə edirlər. Və insanları bunu anladırlar. Fəəxədə yuzhirul qudrət alə zəlikə, yəni bunu götürür və qüdrət üzdə göstərirlər. Fəqalə, İbn Teymiyyə Rəhməhullah deyir ki, mən də, sən də bədənlərimizi yuduqdan sonra bəriyə deyilən bir şey vardı. Ondan bürüyəcəyini salafana oxşar bir şeydir, yəni. Ondan bürüyəcəyik bədənlərimizi və kibritlə yandıracaq. Fəqultukum, dedim ki, dur. Və əxəstu ukərrürü aleyhi fil qiyam ilə zəlik. Və bunu götürdüm, bunu deyir, bu əməli etməyə təkrarladım. Fəməddə yədəhu yuzhiru xal'al qamis. Əlini uzatdı, köynəyini çıxartmağı göstərdi, sanki köynəyini çıxardı. Qultu, dedim, yox. Çiməcəksən isti su ilə və sirkə ilə. Paltarını hara çıxartsan, kifayət eləmir. Çıxartsan, çiməcəksən. Və başlayır, adətdən kənar olan bir vəhim, xəyal üzə çıxardır deyir və dedim ki, mən kənə yuhibbul əmir fəliyahturu xaşəbən. Kim deyir, mən dedim ki, kim əmiri sevirsə, qoy deyir, taxta gətsin. Əvqal, və yaxud da ki, taxta belə, odun şey nədir, bağlayanda belə
odun başını nə deyirlər Azərbaycanda ona? Həzmət-i hatab deyirlər. Yəni ki, biri var ki, odun tək-tək olub, bir yığıb bir yerə simnazandan bağlayırsan, toplumu. Odun gəlsin. فقلت هذا طويل وتفريق للجمع ولا يحصل به مقصود بل قنديل يوقد وأدخل إصبعي وإصبعك فيه بعد الغسل ومن احترقت إصبعه فعليه لعنة الله. Dedim ki, bu qissa uzundur, gəl belə eləyək. Söhbət uzundur. Odunu yığ, onu elə, bunu elə yaxşı problem deyil. Gəl bir dənə şey gətirək. Qindil bizdə nədir? Türklərdə də o vaxtı lampa kimi bir şeydir, lampadır yəni. Qindil gətir, yandıraq onu. Mən də barmağımı ora salım yuduqdan sonra. Qıyaq barmağımızı. Mən də salım, sən də sal. Kimin barmağı yanarsa, onu Allahın lənəti olsun. Və yaxud da dedim ki, o məğlub olan kəsdir. Bunu dedikdə həmin kəs dəyişir və zəll oldu. Və təğəyyər və zəllə. İntə. Qaçdı. Cəmaat anladılar bu şeylərdən. Əuzubillah. Məcmul Fətəvədə bitiyyə var, amma bunu danışır. Burada məqsəd odur ki, bu dəccəllərin yalanlarını, insanlara olan yalanlarını üzə çıxartmaq və bunun gizli hilələrini, bu misildə olan